İzləyicilərim, mən Günel müəlliməm. Bugün sizlərlə yenə də bir məktubda sualın izahını bölüşmək istəyirəm. Hansı ki, burada bir neçə sual var. Mən 2 nömrəli sualın izahını verəcəm bu videoda. Deməli, deyir ki, f-in tərsində j(x) x plus 1-dir. Gördünüz onu. Və j-nin tərsində f(x)'ın da x minus a çıx 2-yə bərabərdir. O zaman biz nə edə bilərik? Tərs funksiyanın tərifinə görə f-in özündə x plus 1-in j(x)-a bərabər olduğunu görürük. Həmçinin tərs funksiyanın tərifinə görə j-nin içərisində x minus a minus 2-nin də f(x)-a bərabər olduğunu görərik. İxtiyari bir qiymətdə gəlin bunları bərabərləşdirək. Tutaq ki, birincidə x-in yerinə 0 yazıram. X-in yerinə 0 yazanda olur f1 bərabərdir j0. Düzdürmü? Düzdür. İndi baxın. F1 almaq üçün ikincidə, baxın bu ikinci funksiyada F1 almaq üçün x-ların yerinə nə yazmalısınız? 1. Gətirirəm x-ların yerinə 1 yazıram. 1 bərabər, deməli olacaq nə? X-ların yerinə 1 yazsam J 1 çıx A çıx 2 və F1. Biraz daha sadələşdirsəm J mənfi 1 çıx A bərabər F1. F1 nəyə bərabərdir? F1 ilə J0-a bərabər deyilmi? Bəli. Əgər F1 J0-a bərabərdirsə, sağda J, solda J. Ona görə mənfi 1 minus A ifadəsi bərabər olacaq 0-a və buradan olacaq ki, A-mız mənfi 1-ə bərabər.